Seçdiyiniz rəng sizin əslində kimliyiniz haqqında məlumat verir. Bəli. Elə rənglər var ki, məsələn, bu bizim dəfələrlə qarşılaşdığımız bir şeydir. Bir dövlət orqanında işləyən bir adam var idi. Çox ciddi bir şəkildə belə geyim tərzi filan. Birdən bir qəribə bir söz işlətdi. Dedi ki, mən giriş hissədə, yəni biz ona hol deyirik və ya dəhliz deyək. Dəhlizdə mən çəhrayı rəng istəyirəm. Çəhrayı rəng. Çəhrayı rəng də normalda bizim ən çox istifadə etdiyimiz rəng olaraq qız otaqlarında istifadə olunan rəngdir, çəhrayı rəng. Düzü biraz dedim, fikirləşdim ki, yəqin ki, rəngi olaraq hansı rənglə qarışıq salıb bu. Rəng kataloqa gətirilib qarşısına qoyuldu və birə-bir çəhrayı rəngin üstünə əlini qoydu ki, mən bu rəngi istəyirəm holu. Sonradan məlum oldu ki, onun çox sərt bir uşaqlıq dönəmi keçib və o ümumiyyətlə rəng tonu olaraq çox tünd rənglərdən istifadə olunub, daim olaraq ciddiyyətini qorusun deyə və s. Hep ki, o onun öz zonası kimi hesab eləyirdi deyə onu. Ona görə o rəngdən istifadə eləyirdi.